Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi metodiki və ixtisas artırma mərkəzinin Mədəniyyətin pərdə-arxası jurnalistikanın sirləri layihəsi həyata keçirilir. Layihə çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində reallaşdırılan ilk görüşdə jurnalist Vüqar İmanov müasir texnologiyanın jurnalistika sahəsinə gətirdiyi müsbət və mənfi cəhətlərdən, milli mənəvi dəyərlərin təbliğində medianın əhəmiyyətindən danışdı. Jurnalistikanın sirləri və mədəniyyətdə jurnalistikanın önəmi və bugünkü günün tələbatına uyğun və həsr olunmuş bir layihədir. Və bu layihədə müxtəlif tanınmış bir jurnalistlər öz təcrübəsi ilə bölüşəcəklər. Bu layihə interaktiv formada keçirilir, maraqlı keçirilir. Milli mətbuatın yaranmasının 150 illiyinə həsr olunan layihənin gənc jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq baxımından əhəmiyyəti diqqətə çatdırıldı. Azərbaycan mədəniyyət ictimaiyyətinin, mədəniyyət sahəsində önə çıxan insanların tanıdılması və layiqli səviyyədə təqdimatı birəbir media işçilərinin üzərindədir. Bu layihə Milli Mətbuatın 150 illik yubileyi çərçivəsində silsilə xarakterli nəzərdə tutulub. Əsas məqsədimiz Azərbaycanda mövcud olan mədəniyyət jurnalistikasının təbliği və jurnalistlərimizin cəmiyyətə, mədəniyyət ictimaiyyətinə tanıdılmasıdır. Mədəniyyət jurnalistikasının cəmiyyətdəki rolunu gücləndirmək, mədəni dəyərləri daha geniş auditoriyaya çatdırmaq isə həm də ideoloji məsələdir. Gülarə Quliyeva, Nurlan Mehdiyev, Mirəziz Mirəloğlu, Sevgi Əlizadə, Fəridə İsmailova, Mədəniyyət xəbərləri.